de yaşlansan da çalış ruhun cavan olsun. Hayata sıfırdan başlasan da koyma keyfin yaman olsun. Derdi gəmi at elə, arada zarafat elə, kederini mat elə, sen zarafat elə. Her adamın yaşına göre sen zarafat elə. Her yerde başına göre sen zarafat elə. Her adamın yaşına göre sen zarafat elə. Her yerde başına göre sen zarafat elə. Sen zarafat elə. Axşamınız xeyir olsun əziz dostlar. Deyirəm, bugünkü konserti zirvədə saxlayaq belə. Təşəkkür edirik alqışlarınız üçün. Əziz tamaşaçılar, axşamınız xeyir olsun. Xoş gəlmisiniz. Sən zarafat elə verilişinin növbəti buraxılışı efirdədir. Samir Ələsgərovu gəlin alqışlayaq. Bizim aktyorumuz, sevilən aktyorumuz. Xoş gəlmişsən. Ebidi Orxan buradadır. Bəli, gəl ayız. Bir də siz buradasınız. İstəyirəm elə keçid alım ilk səhnəciyimizə. İlk səhnəciyimizdə mövzu odur ki, əziz dostlar, işə düzəldən bir adam var və bu ona çox böyük bir problemlər yaradır. Necə problemlər yaradır? Gəlin bir yerdə izləyək. Alqışlarınızla ilk səhnəciyimiz. Gəl. Otur. Həkim. Sən onsuz əbədi bunu oynayanmamsan. Həmişə belə pis çıxmasın qazım olmuşsan. Bunu qəşəng yarımçıq qoyduq, fasiləyə getdik. At, səndədir. Sədu. Bu arada oynayamıram çox. Dur, bəs ticarət dayan. Bir qoşanın bu üçü, 50 çək. Bu da 4'ü. Dubir. Zahar. Dubir. Həkim, belə soruşma qayıb olmasın. Xarici pasportun var. Var, niyə soruşsan ki? Belə baxıram, birazdan Marsa uçassan. Deyirəm, yolda saxlamasınlar. Ona baxarıq elə, bax. Keşpeşən gözlə oynayayım da bir dəqiqə dayan da. Yaxşı, Amma bir şey səndən xahiş edeyim Əmər. Sən can gəl o Əbülfəti işə götür də. Yaxşı mərfətli qanacaqlı oğlan deyil o. Mən tapşırıqdan adam işə götürənmərəm də, bəs də. Əbülfətin atası bilirsən kimdir? Kimdir? Atası aşağıda işləyir. O yuxarılarda işləyir olmalı öldü. Bildim, o atası heç kimdir də, başa düşürsən. Onu öyle deyirəm, gidip bunu görüm tanıya bilərsən. Yox, mən Əbülfəti işə götürə bilmərəm. Ona görə ki, o çox lazımsız adamdır. Mənim işim çox ciddi işdir. Mən açıq ürək əməliyyatı eləyən adamım. Bir dəqiqə dayanə, sənin işin harası ciddi işdə. Sən açıq ürək əməliyyatı eləyən adamsan da, bunun harası ciddidir ki? Bundan ciddi iş var. Mən şəxsən bilmirəm. Yox, özdəki Əbülfətin əlləri əsir. Həkim, ayıb olsun sənə. O insanın əgər belə bir qüsuru varsa, bax, o niyə üzünə vurursan sən? Əbülfət alkaşdır. Nə qüsur? O qədər içib əlləri əsir. Harada bildin bəs? Görürəm də, bax, keçən dəfə mənə demişdin, götür onu xəstəxanaya. Demişdim. Gətirdim. Neynədir? Xəstəxanada nə qədər spirt var, hamısını içdim. İşte alkaş oldu, girib ürək donorları olan otaq var. Girib ora belə əlində rumka ilə deyib ki, bunu da ürəyi burada olub, özü burada olmayanlar sağ olun. Amma, həkim, bax, mən sənə onu deyim ki, sağlığı yerində deyim, amma qardaş. Amma mən sənə söz deyim, onu işə götürsən var, ikimizin də xeyri var da, mənim işimin adı nədir? Kimi hara gəldi işə düzəldirəm, pulumu qazanam, hep sən nə qədər xeyrimiz var bizim? Yox. Ay, Mehman. Buyur. Salam. Vüsal qardaş, xoş gəlmişsən. Siz də 50 qəpik yığırsınız?
100 dəfə demişəm bu pulu ortaya qoyma da. 50 qəpik yığmıram, cəmaat üçün işə düzəltmirəm. 50-dən top qatlayıram, gətirib yığıram da. Bax! Budur oradan sənə qalan qəpik quruş. Bax, mən sənin üçün maşın almaq qəpik quruş olar. Özüm belə böyük işlərə girmirəm ki, bildiniz, gözə gəlməyim. Yavaş-yavaş, az olsun, həmişə olsun, bax belə. Ay Mehman, düz deyir də Vüsal qardaş. Bax, biz bunun içinə yığılan puldan çox bankaya pul veririk. Cəmaat qışlıq kompot bağlayır, biz də qəpik bankası bağlayırıq. Qəpik turşusu var sizdə. Yaxşı, elə belə deyil. Yaxşı. Nəysə, yeməyim qalıb ocaqda gəlirəm. Yaxşı, get. Nəysə, mən də gedim, daha sən də məni uddun. Yaxşı. Yəqin ki, udumusan. Bir də Ayvisa, bir dənə olar sənə söz deyim. Sən canı bax. Qurban, mən açıq ürək əməliyyatına getməliyəm. Sonra nə deyirsən deyim. Bildim, deyim get də. Deyil. Bax, olub ki, məsəl üçün sən əməliyyatdasan, açıq ürək əməliyyatı eləyirsən, iş gedir, açmısan, tökmüsən, iş içindəsən. Xəstə başı riski qaldırıb sənə deyib ki, həkim, ürəyim açılmışkən olar bir dənə söz deyib. Olmuyor. Sən zarafat elə, mən getdim, davay. Get, yaxşı yol. Ay Mehman, nəzər! Ay Mehman, nəzər! Ay qız, az nə nəzər? Sən o qədər deyirsən nəzər başımıza gəlir. Nəzər zad yox. Nəzər deməkdən evdə də Allahmışqa qalmayıb. Hamısı partlayıb eda. Buy. Gözlə. Lammışqa partladı, o dəqiqə şeyə zəng eləmək lazımdır da. Bizə bu dəqiqə elektrik lazımdır. Sən də hiss elədin aramızdakı soyuqluğu. Ay qız, ikimizin arasında olanı demirəm. Deyirəm ki, elektrik lazımdır, işıqları düzəltsin. O dəqiqə soğuz vortiya. Axşam olanda nəysə, gözlə görüm. İşıqçı Mamet. İşıqçı Mamedə yığacaq. Şıxçı Mamet kimdir? Ay qız, İşıqçı Mameti tanımırsan. Onu da işə düzəltmişəm də. Bu banka elə belə də olmayıb. Biri də İşıqçı Mametdir bunun içində. Ay, işıq sürəti ilə hərəkət edir. Bax belə, Mameti bir yerdə tutmaq olmur, inarsan. Mameti də özüm də işıq dairəsində düzəltmişəm. Sən düzəltmirsən, hə? Bəs nə? 100% yaxşıdır onda. Hə, narahat olma, bu dəqiqə gözdən geliyim, özü gəlsin işıqları düzəltsin. Mamet! Salam qardaş, nətərsən, nə var, nə yox? Çox sürətli danışma, sən başa düşəm bilmirəm nə deyirsən. Yox, çox sürətli olursan da, sən sürətli danışma. Yavaş-yavaş dilən, haradasan? Argentina. Argentina da nə qarsan, hə sən? Başa düşdüm, yavaş-yavaş deyənək ki, mən bilim orada neysə. Bir cümlələ, bir də hərfdə, futbola baxmağa getmişsə Argentina. Heç də. Yox, elə demək istəyirdim ki, bəs bizim işıqları düzəltmək lazımdır, lampalarımız yanıb. Haradasın? Bizim həyətdəsən. Gəldi. O Argentinada da öldün sən. Bildim, səndəki o sürəti bilirəm. Mamed, onda sən aşağıdasansa, qalx yuxarıya, 8-ci mərtəbədə nə edirsən? Uca qalxmısan? Mamed, biz qaqa 6-da qalırıq, zəhmət olmasa düş aşağıya. 3-də, 3-ə çatım. 3-ə yox, Mamed, qalx yuxarıya, qaqa, 3 mərtəbə qalx yuxarıya. 9 yazılıb. 9-cu mərtəbə yox, düş aşağıya da, Mamed, daha əsəbləşdirmə də məni. Padvalda nə qarsan ki? O dərəcədə getmirsən. Ay Mamed, qalx yuxarıya başıma dönüm səni. Bizdə 30 mərtəbə. Krişadasan. Ay Mamed, başıma dönüm bu qədər sürətli olmada. Yavaş-yavaş, 30-da dayanmamsan krişada. Bax, dayan. Bir addım aşağıya at, 14-dəsən. Sağ ol, indi qulaq az. Halaldır. İndi bir dənə zəhmət olmasa, Mamed, bir addım da at. Ay, sağ ol, 6-da dayan. İndi sağ tərəfə dön, sağa dön. Nətər? Sola dönün, o bir binadasan. Mamed, qayıt bayaqçı nöqtəyə qayıt. Ay, sağ ol. İndi bir dənə sağa dön. Ay, sağ ol. O qapını aç, gir içəri. Ay, Mameddi. Sən ön Mameddi getdi. Getdi, hamama girdi. Gəl belə eləyək. Sən gedirsən, hamamın qapısını açırsan. Narahat olma. Mən buradan onu tutacam. Tutacam, get. Amma qulaq as. Alma desəm açarsan, armud desəm açmazsan, get. Ya Allah. Get. Tələsmə. Dayana, tuta. Deyə, alma. Mamed! Dayan, Mamed! Bir dəqiqə dayan, Mamed, dayan. Ay, sağ ol, Mamed, baba, belə də dayan. Ya, belim səpdə. Mamed, gözlə. İşığın yerində nə? Mamed, evdə onsuz bütün işıqlar hamısı bu deyir nəzərdən partlayıb. Sən canı, birinci elə bundan başla, buradan başla. Işığın yeri göstər. Başla düzelt, Mamed. O da düzəldirəm indi.
Getdim o dünyanı gördüm, gəldim. Bundaki sürətə bax, sən. Hə, divanımız da qırdı. Hay bundaki sürətə bax, o dünya gördü gəldi bu. Öldü ki bu. Mami. O da. Ay Mami. Divanı qırdım, olsa da divanı qırdı. Ay Allah, divan doğrudan kırıldı. Hiç namaz uzan. Yan ölüm. Öl. Öldü ki bu. Mami, herkes öldü dedi. Tez ol, git hekim çağır. Tez ol, biraz tez ol. Hə. Tez hekim çağır. Mami. Ay ne zibile düştüm hemen. Həkim. Həkim. Gəl evə həkim. Aygın. Hə. Sen heyətdən uşağı evə çağırmırsan, elə hekim gələr. Həkim çağırmışdınız. Hekim. Hekim başa düşmədim. Topla gəzirsiniz siz. Biz palatalar arası çempionatda oynuyorduk. Hele oradan çıktım, kaçtım, geldim, topta kaldım böyle. Hekim bəs yaxşı, udana nə verirlər sizdə? Narkoz. Kimdi bu da xəstə, kimdi? Mən tez xəstəni göstərin görüm. Həkim, bax bir dənə təsəvvür edib, 1, 2, 3 nəfər adam var da burada, düzdür? Sən fikrincə xəstəyə kim oxşuyur? Sən böğrəyində daş var. Ay, onu bildim, xəstə oldu, sən həkim biraz tez ol. Tez ol, onu bir dənə sağalt. Bir dənə xəstəni göstər, onu şaqqalayım. Ay, şaqqala bax, nə də mal zat deyil, adam deyə nə şaqqalayıram. Biz bunun ailəsinə nə cavab verəcəyik? Ay, ailəsinə bir dəqiqə çox üzr istəyirəm. Mən onun anasına heç də deyə bilmərəm. Anası ürək xəstəsidir. Atası da ki, özünü yaxşı hiss eləmir, İrana getməlidir maliciyə. O da ki, gedib İrana satanmır. Niyə kasıbdılar? O kasıbçılığa görə yox, atası bundan da sürətlidir. Bakıdan çıxır, dünya fırlanır, gəl Bakıya təzdən. Bakıdan çıxır, fırlanır, təzdən gəl Bakıya. Hə, Baxım, xəstəyə. hadi bax, dönə də ayaqda biz söhbət yerik, əgər arvad tutsan bizim işimizə niyə qaçsa bax. Aha. Bala. Ay bala. Dur get yerində yat. Malqaranı dama salmırsan, ey adam. Bu müalicə alınmadı. Ha, o da başqa şeydir. Deyən başqa bir şey. Ay sən can bir şey elə, mən Biraz sakit pozmayın mən məni. bədbəxt oldum hə. Sakit ol. Özüm düzəltmişəm öz də bu şeyi. Advadın evdən qaçıb. Nə? O nə tür müalicədir? Arvad evdən qaçıb nədir? Şok effekti verirəm də, çox. Həkim sonunda xeyir olmadı axı. Ay sənə bax, səni bax gəlib bu yerə təyin eləyəni, səni bura düzüb qoçanı var ha. Ay Mehman müəllim, qadan siz deyilsiniz. Əlbi belə eləyəndə tanıdım səni. Elə məni sən düzüb qoşubsan. Hə, onda deməli bayaqda mən özümü söyləmək istəyirəm. Mən elə bil əvvəl qəssab işləyirdim. Sən mənə dedin ki, kəsib doğramaqla yaxşısan. Məni düzəltdin həkim kimi. İndi həkim kimi kəsirəm, doğruyuram. Ay yadıma düşdü. Arvad gördüğümü bu da tanış çıxdı, Nə deyir? Gör bizi nə hala qoymusan, gör bizi nə hala salıbsan, ay Mehman. Gör nə hala qoymusan bizi, işə düzəltdiklərin başımızı oynatır. Neysə, mən gedirəm salona, görüm bu qəpikləri kim götürəcək, kim başımı düzəldəcək. Niyə götürmürlər ki, o da puldur da. Özün əllə eləyərsən. O da puldur, narahat olma. Ay həkim, sən buna bir şeylə bunu ölü bilməsin, mən zibildəyəm. Bunun ətini sümükdən aydım. Ay, yox dəli sənsən. Ətini sümükdən ay, elə bir bu nə qarırın, toyuqlu deyir, nə qarır bu burada. Yaxşı, məndə bir müalicə sulu var, bir yaxşı iğnə var. Aha. Bu dəqiqə bu iğnəni buna vuram, gör nə tər sağalır. Zəhmət olmasa bir tez ol. Ay, vay, ikisini də mən düzəltmişəm işə. Oya, bu nə qardır? Hə? Ay, sən öldü ya, sən dirildi. Mamet. Mən hardayam? Oya, nə qardır, nə bu zaryadkası qutar be? Oya, Mamet. Oya. Mane nədir? Ay, həkim neyinəmsən sən bura, sən canım. Ay, Mamet, heç də, başıma dönərəm, sən ged evimizə. Ay, bu sürətlə nə vaxt ceb evlərinə çatar, həkim başıma dönüm. Sən get bunlara, onsuz bundan qabaq çatarsan. Evdəkilərlə denək ki, tez xaşı qoysun üstünə Mamet gəlir, başıma dönüm səni. Hara vursan, ha? Həkim, bayaqçı şillə buna hələ indi çatıb ya. Sən içəri getmə, gəl bunu burada müalicə eləyək. Dayan, bir dənə də variant var, bir dənə də iğnə var, dayan. Mamet, sən də nazat, Mamet. Oh.
Düzəldi deyəsən. Hardayım mən? Hə, Mamet. Görmürəm. Görmürəm. Mən neydiniz? Ay, Mamet get bu yana pəncərədən düşərsən. Nə qədər nə körü. Hə, Mamedin gözünün nurunu aldı nesən. Ay, kim nə qədər nesən. Hadi mən yazıq nağaydım. Bu demək ki, insanda başqa cür təsir göstərilmiş də. Başa düşmədim. Nə iləsiydi ki vurdun ona? Camış. Nə camış ha? Bunu camışa vursa pələk kimi qaçır. Şiğimi söndürdünüz mənim. Ətraf. Ay, Mamet. Mamet, dur. Dur canım. Oturdur məni. Otur Mamet daldala gel Nazat Mamet Nazat. Ay son Nazat. Ay buna bir şey elə də sən canı bir şey. Məndə bir dənə də iynə var. Ay səndə nə qədər iğnə var bakalım. Tutarmır səndəki iğnələr burada da. Elə belə iynə deyil. Hə. Bunu dovşana vuranda dovşan muğam oxuyur. Dayan. Sən canı onlar heç nə lazım deyil. Ne inirsən elə? Bir dənə bax bu yetimin göz açılsın. Ay mənim də canım qutarsın, sənin də canım qutarsın dayacım da. Hücum nağaydım. Tez Nəsə ol. bir variant taxtarmaq. Tez ol. Hə. Mamet görürsən məni Mamet? Mamet. Həkim! Haycan! Sən həkimsən, rədd ol o yana. Misal həkim, sən başıma dönərəm mən. Gəl qardaş, gəl məni bu zülümdən qutar da. Siz narahat olmayın Mehman bəy. Mən indi iki həkim bir yerdə birləşib bu xəstəni sağaldaq, siz də baxın. Xahiş edirəm. Pəncərədən sən, Mamet otur. Buyurun danışın. Ne inirsən, bir də onu sağaldım, mən sizi bir də salmayın da. Aa, nə yaxşı burada başqa kim var. Salam doktor. Salam, çox sağ olun. Mən birinci dəfə gələndə xəstəni gördüm ki, elə bil mələməmiş quzudur. Biraz tok vurmuşdu deyə bədəninin müəyyən hissələri qaralmışdı, amma ətindən istifadə eləmək olar. Mən şəxsən baxdım ki, onun antrikotu var ha. O antrikotu vur şişə çək bədənə ye dağıt getsin. Hələ. Nə vaxt kəsə bilərik? İstəyirsiniz bunu, nə bilim, sümüksüz, sümüklü, can əti, bel əti, quyruq, orası, burası, nə istəsəz ayrı bilərəm. Əla, sən bir dənə bunu dolmalıq düzət mən şeydir. Bura gəl kişi. Sən nətər həkimsən hə? Ağzıma gələni danışsan hə? Biabır edirsən hə həkimləri. Əlvi çək hə? Əl vurdum mən sənə. Ağzımın danışığım bile, mən Sokratan düşmüşəm. O Hipokratdır. Yoxşu. Hə, bənə. Mən də deyirəm, mənim niyə heç bir müalicəm tutmuyor, mən səhv yalan düşmüşəm. Mehman! Hayda, görün bura. Bir dəqiqə duyun. Xahiş edirəm, çox üzr istəyirəm xanım. Mən ailəliyəm. Xahiş edirəm, yerin gedin o tərəfə ailəm dağıtmayın. Mehman, tanımadın məni? Xanım, çox üzr istəyirəm. Birdən sizi harasa süpürgə kimi işə düzəltmişəm. Gəlmişsiniz qapıma. Xahiş edirəm, yerin gedin. Elə işə düzəltdiklərini deyil mi mən bu hala salam? Arvad, sən? Boy! Ay, Arvad! Oy, ay qız, burada biri səhv yazıblar, dayan. Dayan. Hara getdi o? Oy, dedəm, vay. Amma məndə rüşka var Mehman bəy. Özümdə də var, gözdə. Qoy bunu düzəldim. Dayan, 3 hərfli ceyran balası. Ahu, gözlə. Ahu. Sonra haramanlığa. Rusiya paytaxtı Moskva. Mehman! Hayda. Utanmırsan, krasvort eləyirsən başımda. Ağarım Eda. Düzün denən. O salondakı oğlanı da sən işə düzəltmisən hə? Qadın salondakını. Hə? Bəli. Mehman, o əvvəl nə işində işləyirdi ki, mən kraska dedim, başıma qazet bükdü mənim. Əvvəl o maşın malyarı idi. Dedim da, kraska da. Nə bilim. Dedim ya maşına vurdum ya arvaddan başına. Ara, bir vurum arvadımın başına, o da benim başıma geldi ya. Sənin bu işə düzəltdiklərində biz xeyir görmədik. Hər şey başımızda çatladı bizim. Sən ölsən mənim əlimdə qalarsan Mehman. Sən öl mənim əlimdə qalarsan Mehman. Bir dəqiqə, sən başıma dönərəm, mən bir dəqiqə. Bizim işəmək yoxsa Hər şeyi düzəldəcəm, bax, hər şeyi düzəldəcəm. Həkim, sən başıma dönərəm, bax. Ay, misal, sən qurban olum, heç olmasa mən kömək eləyim. Mən onsuz da bu zibinin içindəyəm da. Mən nətər eləyim? Deyirəm, Məndə bir dənə də iynə var. Ay, tutarda da. Qoy bir dənə bırak görək, bu da harası xarab olur. Hə, lazım deyil, bir dəqiqə deyəm. Ben indi baxacam görüm buna nə olub. Sən canı bir dənə ona, sən nə inirsə elə bir dənə düzəltdi ona. Tutuzdur. Bu niyə baş bir yerdə dayanmır? Amma bir dənə çox üzr istəyirəm ay Vüsal. Bunu orada salonda yaxşı işləməyib. O kül onun başına. Bu birinci zalent vurmalıydı, sonra qəzeti qoymalıydı.
Bu xəstə şokdadır. Ona görə gözü açılacaq yəni. Gözündə problem yoxdur. Amma bunu 100% ixtisasına uyğun həkimə aparmaq lazım. O daha dəqiq bilər. Başa düşmədim, sən özünü heç deyilənməzsən ona. Mənim ixtisasım deyil axı. Bax, sənin problemin də odur da. Hamı da hara gəldi düzəldirsən bilmirsən. Hamı gərək öz işinlə məşğul olsun. Ay, sağ ol, bax, onu düz deyil. Vüsal, sən öldüz deyirsən. Ay, günah məndədir. Günah məndədir ki, 5-10 manat pula görə kimi hara gəldi işə düzəltmişəm, nə var, 5-10 manat pul qazanım, görürsən, axırda az qalmışdı, özümü də zibilə salım, sizi də zibilə salım, amma öz günahıma görə, qardaş. Mən inən neyniyim? Bundan sonra mən qələt eləyərəm, kimisə harasa düzəldərəm, vəssalam. Mehman müəllim, mənə də bir iş düz qoş eləyində qalmışam avara. Mən bu dəqiqə ağzımdan kişi kimi söz çıxartdım ki, mən bütün o şeylərin hamısını başım buraxmışam, vəssalam ki, tamam. Heç harda mən iş düzəltmirəm. Nə oldu mənə çatanda elə? Sənə çatanda dedi, Allah bunu sakit dur. Bunu belə saxla, belə saxla. Gözə vurma. Vurma, saxla, qoy bir dənə zəng eləyim. Alo. Natiq, qardaşım, bir nəfər var. Onu göndərirəm sənin yanına. Onu bir dənə düz qoş elədi ora. Oldu ya. Gedirsən Natiq ritim qrupuna. Orada düzəldəcəklər. Gəl səni də aparım gedək. Sür, gəl, Mehmet. Gəlin, çıxaq, gəlin. Sən zarafat elə. Necə idi səhnəcik? Xoşunuza gəldi? Əziz dostlar, indi sonuncu səhnəcimizə keçid alırıq. Yenə də yüksək bir əhval-ruhiyyə ilə bizim işimiz odur ki, sizi buradan güldürərək evə yola salaq. Deməli, əziz dostlar, bu növbəti səhnəcim mövzusundan biraz sizə danışmaq istəyirəm. Deməli, qız qaçırtma məsələsini, yəni ki, hamımıza tanış bir məsələdir, düzdür? Kimi qaçırdıblar? Sizi qaçırdıblar? Ay, çox istəyirəm, siz daha çox qaçırdan oxşayırsınız. Buyurun. Necə olub qaçırdıblar? Yanvarın biri. Yanvarın biri hətta bu. 12 oldu, qaçırt ya. Papagil yeyib içəndə gətirib qaçırdıblar. Yeni ilin var. Yemişməyə yedirdim, oradan qaçırdım. İstədiyiniz adam qaçırdıb da yəni ki. Yox. Yox. Nə ilə qaçır? Şaxta baba qaçır. Sinigurska kimi geyinmişdiniz də yəni ki. Necə qaçırtdılar siz? O maraqlıdır mənə. Heç qaçırtmayıblar məni. Şənliyə getirdik. Yeni il şənliyi idi. Peşə məktəbində oxuyurdum. Nəysə, kurs yoldaşımın dayısıydı. Xanım indi gülür, məncə o vaxt gülməyib. Yaxşı, mənim bir dənə şey maraqlıdır. Maşınla qaçırtdılar, atdan qaçırtdılar. Nə? Jiguli ilə. Heç olmasa qapısı Aytvorkan Azaddan açılmırdı. Qırmızı 07 deyildi. Onda siz bu növbəti səhnəci ilə çox qəşəng empati quracaqsınız. Sizin adınız nədir? Bəli, Adınız. Mehbarə xanım. Mehbarə xanım. Mehbarə xanım, sizin üçün səhnəci yazmış. Həmin səhnəci canlandırırıq. Yeni il günü. Onda alqışlarla Mehbarə xanımın skeçi başlayır. Sən zarafat elə. Qaqa, üzülü sayda sənə də yeni ilin ilk günü. Əziyyata saldım. Amma məsələ həll olmalıdır. Biraz sakit olaq, aşırdaq bəs. Narahat olmayın. Mən qaçırtmaq üzrə mütəxəssisəm. Kənddəki bütün toyuqları mən qaçırtmışam.
Mən məktəb vaxtı qaçırtmışam. Nəyi qaçdınız? Yox, dərsi qaçırtmışam. Bir də Mehbara xanım var idi. Ona kömək elədim, qaçırtdılar. İndi çox xoşbəxtdir. Əsas da odur. Qulaq as, mənim də bu xoşbəxtçiliyimə kömək eləyərsən ya ki. Ona bax, mələk kimi yatıb. Atasının otağına girmiş. Odur. Görürsən hə. Prinsessam nə tər uzanıb orada ye. Nə prinsesa, kimin xoruldamağına bax sən. Elə bir havalandırma səsidir. Elə demə. İndi qızın burnunda biraz ət var, indi ona görə də. Bunun burnunda ancaq ət yoxdur. Bunun burnunda yeyib içmək var. Nəysə, gəl kömək elə. Bir dənə söz deyəcəm sənə. Sonra deyərsən. Yox, onu deyim sonra. Sonra deyərsən. Bir dənə məsələ var, onu deməliyəm. Bir dəqiqə deyər. Denə. Mən gəlməzdən qabaq qızla danışmışdım. Qız mənə demişdi ki, mən də razıyam qaçmağa, mənə yatızdırması az da olar. Bunu indi deyirlər. İndi qoymadın deyəm də. Nəysə, qulaq as. Da neyini onda sən tut əllərindən, mən dayaqlarından Yox, mən qız əlimi vura bilmərəm. Niyə? Biz ondan danışmışıq ki, evlənmədən əlin əlimə dəyə bilməz. Ətim töküldü. Nəysə, yaxşı. Mənim də qrijam var axı, mən necə apardım? Qulaq as, Nazim aşağıda deyil. Bəlkə qızı pəncərədən tullayaq, Nazim tutsun. Nazim qız tuta bilmir. Hardan bilsən, hə? Qız tutsa da evlənərdi də. Hay, sən zarfat eləmə. Tut ayaqlarından, mən əllərindən tutarım. Dedim sənə, toxuna bilmərəm qıza. Əlim əlinə dəyməyib deyimsən. Deməmsən ki, əlim ayağına dəyməyib. Gör. Nazimə səs atmadı da, bir də Nazimə səs at gəlib bizi kömək eləsin. Qaldırsaq hara aparacaq qızı? Yaxşı, göndər baxıram. Bu başqadır. Ya, Nazim, qulaq as, bir dənə gəl yuxarı, kömək elə bu qızı aparaq, çaşıb yatsıdırdım bunu. Ya, kömək elə. Elə deməyərdin. Niyə? Nə deyərdin? Gəl kömək elə götürək. Sən kömək elə də tut ayaqlarından. Nətər eləyim? Keç. Ola bilərmi ki, sənin danışdığın qızla, mənim danışdığım qızın plastik cərrahı eynidir? Ola bilər. Daha bir-birinə oxşur olar. Bəs ola bilərmi ki, mənim danışdığım qızla da sənin danışdığın qızın əlində ana tatusu var? Qovidən baxın. Ola bilər də, indi ana müqəddəsdir, ola bilər. Bəs ola bilərmi ki, mənim danışdığım qızla da sənin danışdığın qızın telefon nömrələri eyni olsun? Qovidən baxın. Yox, ola bilməz. Ola bilməz. Ona görə də yığıram. Balım. Nə deyir? Zəngimsel də elə gözlə. Gəl gözlə. Zəh gedir. Bura bax, Götürmür. Mənim istədiyim qıza da zəh gəlir, Kim də gecə vaxtı sən istədiyin qıza yığır? Ağzına gələn danışma, qıraq adam deyil, sənsən. Əvvəl. Sən niyə mənim istədiyim qıza zəng etsən, bu vaxtı? Topoy. Mənim danışdığım qızla sənin danışdığın qız eyni adamdır. Ona görə. Nə tür olub bu? İki kişi bir dənə qızı qaçırdıb qutaranmadınız. Nə fərasətsiz adam istərsiniz? Nazim, burada bir məsələ var. Nə məsələ? Bu əclaf mənim danışdığım qızla danışırmış. Yalan deyir. Bu əzlaf mən danışdığım qızı qaçırmaq istəyir. Buna temada başa düşmədim. Siz boynunuzu yerə soxum, Bu boyda şəhərdə qız tapmadınız, eyni qızla danışırsınız. Nəmmi? Hocam bu qız nəyə oxşuyur ki, ikizlə də danışır? Ben bana gəlin. Bir dənə sual verəcəm. Ver. Ola bilərmi ki,
Sizin danışdığınız qızla mənim danışdığım qız eyni plastik cərrah gedir. Bəs ola bilərmi ki, sizin danışdığınız qızın da əlində ağa tatlısı var, mənimkinin də? Bu nə də? Bəs ola bilərmi ki, siz bu söhbəti məndən qabaq öz aranızda eləyibsiniz? Ola bilər. Kül sənin başına. Ala. 3 dənə dost, gedib bir dənə qızı tapmış. Yabıçın. Qulaq as. Belə eləyək. Bu qız. Sizlə də danışıb onda belə çıxır ki. Onda gəlin belə fikir. Bu qız mənə belə fikirləşmək istəyirəm ki, bu qız siz ikimizlə ancaq danışırmış, amma məni sevirdi. Buna bax hə. Çək görmür. Hardan bildin ki səni sevirdi? Mən həmişə Ramaşka falı eləyəndə sevir, sevmir eləyirdim. Həmişə də sevirdi çıxırdı. Düzün denən. Yaxşı, həmişə çıxmırdı. Amma çox vaxt çıxırdı da. Çox vaxt. Beləcə görüm hə. Qız məni sevirdi. Sizlə fırlanıbdı. Eşsən? O ana tatlısı var ya əlində. Həmişə mənə deyirdi ki, sənə görə yazdırmışam onu. Sən də inanmışdın ona. Allah'ım sevirdim la. Anası nə sən? Qulaq as. Siz boş-boş danışırsınız. Bu qız məni sevirdi. Çünki biz onunla bütün günü dalaşırdıq. Əsl sevgi dava-dalaşdan başlayır. Bütün günü qırğın elirdik. Elə bil ki, saat 2-yə qədər danışırdıq normal. 2-də bir dənə qırğın düşürdü, dalaşırdı. Deyirdi ki, mənə səhərə qədər mən səndən danışmayacağam, küstüm, amma sonra peşman olub özüm yığacam. Hə, o bütün münasibətlərdə vardı. Ona qalsa mənlə də dalaşırdı. Mənlə də 2-dən 4-ə qədər danışırdıq. 4-də... Dörtdə nəsə bir hoqqa, nəsə tufan dalaşırdıq. Dalaşırdınız, hə. Sonra deyirdi ki, yığma mən. Mən yığacam sən. Sənlə nə vaxt danışırdı? Mən gecə smeni idim. Hayf, hayf. Səndən aldığım borcdan bu qıza üzüyü almışdım. Nə danışır ha? Mən də səndən aldığım borcdan buna qolbaq almışam. Hə, mən də səndən aldığım borcdan qıza sırğa almışdım. Buna bax, atışıb qıza komplekt almışıq. Amma bir dəqiqə dayanı, sırğanı birimiz almışıq, üzüyü birimiz almışıq, qolbağı birimiz almışıq. Sepi kim alıb, hə? Yəqin onu da səhər smeninə düşən qaqaş alıb. Bu qız bizi karusel kimi fırladı be. Fırlanmaq adama təsir eləmir. 3 dostluq bir-birimizdən xəbərimiz olmayıb. Hə, nətər xəbərimiz olsun? Sizinlə ciddi söhbət eləmək olur ki, nə vaxt bir dənə qızın şəklini göstərmək istəyirəm ki, bu qızla ciddi münasibətim var, elə şəkli göstərməmiş ağzınıza gələn deyirsiniz. Düzdür. Nəysə, ziyanın yarısından da dönmək xeyirdir. Gəl, çıxaq yaradan, gəl. Qaqa, eşsən, mən subay ölərəm, amma dostlarıma görə, nə bilim, heç vaxt şey eləmərəm. Bir qıza görə dostlarımı atmaram. Gəlin gedək. Ona döz, biz sənə inandırıq. Kızım! Ay kızım! Ha baba. 15 dəqiqədir xorultun gəlmir. Yaxşısan bala? Siz kimsiz mənim evimdə? Dur. Gördük. Keçin bir yere görün. Geç bir yere geç. Kimsiz siz? Çox üzr istəyirəm, bir dəqiqə biz suala cavab verəcəyik. Gəl görmə. Üzr istəyirəm, Ağsaqqal. Bu suala bizim kapitanımız Ceyhun bəy cavab verəcək. Gəl, hə. Bizi salmışsan zibilə, get cavab ver. Sualı təkrarlayardı zəhmət olmasa. Deyirəm, siz kimsiz mənim evimdə? Pas, növbəti sual. Sənin mən başımı xarab eləməyinə bu dəqiqəsini hamısı... Səsirsən aşağı, nə olub? Abrı nəyin olsun, tərbiyəsiz. Nədir? Gecə vaxtı 3-dən 2 gəlib sənin evinə bir çaydan zaddan qoydu. Nə olub, qışqırırsan, səsini atmısan başımı? Biraz yavaş danış da, tonunu sal aşağı da, tərbiyəsiz.
Üzr istəyirəm, siz kimsiz mənim evimdə? Tonun saldı aşağı. Tonun saldı, yox, halal olsun. Biz sizin qızınızı qaçırmışıq. Başa düşmədim, hə? Hansınız qaçırtmışsa mənim qızımı? Hansınız istəyirsiniz mənim qızımı? Bir şey izah edeyim sizə. Nə izah edəcəkdim? Hə? De bu qaçırdı. Hə, o qaçırdı. Dayan! Mən niyə qaçırdıram, Sən... Biraz qabağa keç görüm, hə? Deməli, sən mənim qızımı qaçırmaq istəyən. Bəli, mənəm. Mən belə baxıram, sən ailəcanlı oğlan oxşuyursan. Qızımı verdim, getdi. Xeyirli olsun. Oğlan git qız qəşəng. Hamı desin ürəkdən. Mən deyiləm, Nə yox, hə, nə yox? budur. Bu. Mənli ala. Dayan görməyim. Ağsaqqal. Mən yox, mən qəti yox. Canım Keç qabağa görüm. Ağsaqqal yox. Keçdə keç, baxır. Düz aya. Mənə şapalaq da vursan öləcəm ağsaqqal. Yox. Mən belə baxıram ki, sən də ailə tərbiyəsi görmüş oğlan oxşuyursan. Ailə sənə verdim, qızımı. Xoşbəxt. Allah xoşbəxtdir. Allah xoşbəxtdir. Allah xoşbəxtdir. Bir dəqiqə də mən ağsaqqal bizim qızı buna görə qaçırdırdı. Düzdür. Get bu. Qorxma, baxır ancaq. Biraz qabağa çekiyorum. Ağsaqqal vur dincələk. Yaxşı. Sözün düzü, sən çox çəlimsiz insansan. Amma buna baxmayaraq qızımı verdim sən. Hoppa! Ayaqlar oraya. Ay, nə bir dəqiqə. Qız fırlandı mənə qayıtdı yenə. Nətər oldu o? Cümşü. Hə? Bala, bu nə səs küydü, ha? Boy. Gecənin yarısı bu 6 dənə kişini evə nə yaptı? Ay ana, burada kişi yoxdur. Boy. Narahat olma ama ola bilər biri kişi olsun nə vaxtsa. Cavab qaytarmayın, cavab qaytarmayın. Nəyə gəliblər, nəyə? Ana, gəliblər Aytacı qaçırtmağa. Nə? Hani mənim tapancam? Ay, bu narahat olma. Məndədir. Sən silahın məndədir. Bunu oyladı. Mən görmə, bəs sənin tüfəngin hanı? Mən qoymuşam zərətqiyə. Qoy biraz zərətqiyə yıxsın. Hə, narahat olma. Qoy biraz zərətqiyə. Belə ailələr olur. Bunlar silahı zərtqəyə qoyurlar. Bu ailədə hər şey normaldır, bir dənə bu da normal. Görmürsən, nənə Tom Zerdəki nəni oxşuyur. Nə deyim? Ay, tələsmə, ana başa Dəqiq salacaq. izah eləyəcəm. De görüm, hə. Ağsaqqal, biz 3 dənə dostuq, üçümüz də sənin qızını sevmişik. Bizim nə günahımız var ki? Öldürmə bizi. Dayan, Niyə hə? yadına salırsan? Dayan, hə? Onda belə çıxır ki, üçünüz də mənim qızımı sevmisiniz. Tüfəngi bəri ver görüm. Ne biçim? Ataşım. Ağsaqqal tüfəngi al ondan, ələ əsir atacaq bu dəqiqə. Ay, narahat olma. Dayanın görüm, dayanın Nənə, görüm. buradakı üçün vur, bizə dəymə, buradakı üçün vur. Ya bir deyirsən. Deyirsən bu 6 dənədən birini vuramayacaq. Ay, vurar səni, sən vurar sənə. Yaxşı, sustum. Abala, Sustum. Xasiyyəti mənim pis. nəvəmi hansız qaçırtmağa gəlibsiz, ha? Ay, sağ ol. Mənim nəvəmi qaçırdanın ləyaqəti olmalıdır. Bəli. Ona layiq olmalıdırlar. Bəli. Ləyaqət mi de bunda? Oradan ha. Cavab ver, ha. Nə ləyaqət? Cavab ver, arvada cavab ver. Bir dənə barmağı hələ oradan götür. Hələ buradan götür barmağı, amma üzünü o yana tut. Ay, sağ ol. Hə. Ay nənə, bu əsir tuta da bilmirəm, hara vuracaq. Dayan dur da bir yerdə. Oy. Nənə bir də. Mən çox mənfi adamam. Mənim bir dənə müsbət ancaq qanımdır. Mən o qədər pis adamam ki, Nail kəmərini məni axtarır. Amma mənim işə çəkə bilmir. Pis vərdişlərim var, mən pis adamam, pis. Sizə ən layiqli adam budur. İçmir, çəkmir, yemir, nə bilim, hər şey. Cavab ver, arvada cavab ver, xasiyyət pisdir. Barmağı oradan götür. Sən oturmuşam, hələ. Bu tərəfdən belə. Yox, aynən sən bilirsən mən niyə yemirəm, belə içmirəm, belə pis vərdişlərim yoxdur. Mənim bir anam var, oy anam. Qaynana Pro Max. Sən istəyirsən nəvəmi bədbaxt eləmək istəyirsən? Özdə
Bacımla qardaşımı da boşaltdırıb hamısı oturublar bizim evdə. Bir otaqlı evdə dayımgil var, nənəmgil var, bibimgil var. Ha, mənim heç yaşamağa yerim yoxdur orada. Amma bunun maşını var. Maşın ne dəxli var? Ay nənə, ay nənə. Maşın ne dəxli var? Ay nənə, canımsın. Cavab ver, arvada cavab ver. Açarı yox deyə at yorxayla kodlayır abi mən olay. Nənə. Arvadın gözünü anlatmaq da olmur. Nənə, mən atamın cibindən pul oğuruyub yaşayan adamam. Mən çox şərəfsiz pasyak bir cədəyəm, nənə. Canım üçün, sən ləyaqət axtarırsan da nədən üçün? O ləyaqət o tərəfdədir, burada yox. Mən keçdim siz tərəfə. Geliş get ayağına. Çeşdi biz tərəfə. Adınızı kişi qoymusunuz, bayaqdan fikir verirəm. Futbol topu kimi qızımızı bir-birlərinin üstünə atırlar. Bir qatı qərara gəlin də. Doğrudan deyirsən? Baba. Boş getdi ver görü bura. Mən belə bir qərara gəldim ki, ana, nə eləyiriksə eləyək, bizim qızımız oyanmalıdır, özü qərar verməlidir. Nə deyirsiniz, hə? O yanında bizi çağırarsız gəlir. Dur yerdə! Ya yerdə ağzımın içindən ataram ha sənin ha. Buna bax. Mənim ağzımın içi pis. Ana. Xahiş edirəm qız oyat. Oyadı. Xahiş edirəm qız oyat. Qız oyat mənim başım getdi. Oyat. Köpək qızı. Nətər də yatıb ey. Bey. Oyadı. Oyandı. Kesin ayağına. Üzr istəyirəm ağsaqqal, atan da yanındadır az. Bir yaxdan başının üstündə müharibə gedib oyanmışsan. Bir dənə öpüşü oyandım. Az bu prinseslə qurbağanın nağılıdır. Ceyhun, Nazim, sen adı neydi? Neysə də, Nazim mən idi. Yadımda deyil, hə? Ceyhun, Nazim, Pala. Neyinirsiniz siz burada? Atacan, ne baş verir burada? Nə baş verəcək? Biz gəlmişdik səni qaçırmağa, indi öyrənirəm ki, üçümüz də yola vermirsən. Qızım, xahiş eləyirəm. Ata, Dayan. Sənə 2 dəqiqə vaxt verirəm. 2 dəqiqəyə özün qərar ver. Mənim çox vacib işim var, ana. Aha. Ama sən bunu saxla. Ver. Mən gedim, indidən dəvətnaməyə yazıram. Amma bəyin adını boş saxlayıram. Elə. Hə, bəyin adı. Sən də posta möhkəmləyər, heç biri qaçmasın. Qızım, mən gələnə qədər qərarımı ver. başla. Hə, ayıb olsun sənə. Utanmırsan, üçümüzlə də danışmısan. Mən elə bilirdim ki, orada maşka falında sevmir çıxanda nəsə bir zibili də çıxacaq. Aytac, sən mənim həyatımda yeganə mahəd yan adam idin. Niyə mənim ümidlərimi belə qırdın? Ne var size belə rahat danışırsınız? İstədiyiniz vaxt, istədiyiniz ölkəyə rahat şəkildə gəzib 45 yaşında da evlənə bilərsiniz. Bəs mən evdə qalım. Gəz da. Nə deyirsən də gəz. Gəzə bilmərəm, bana gəzirəm, mən də vursunlar. Düz deyir. Siz heç bilirsiniz evdə qalmağı nə deməkdir. Ona görə hamınızdan belə zapas kimi istifadə elədim. Baxışdadan olur. Zapas ki? Zapas. Köpəyin qızı. Toş mu cavanlığım deyil. Hə, mən indi başa düşdüm. Bunlar sən zapazlarındır. Pa! Keç hə buradan, hə. Cedric oxşursan. Oxşursan? Hə. Zapas sizsiz, hala. Buna bax zapaska təkər oxşur. Keç görüm bura. Mənlə danışırdı, məni sevirdi. Ay yox, deyən gör, Aytac. Düzündür. Bunlarla əsl danışırdın, Zapaska mən idi. Zapaska mən idi, Aytac. Qırara tukuzla. Bir dəqiqə. Fikirləşdim. Bu barədə heç birinizə heç nə deməyəcəm. Bayaq o ilətdizə o nə idi elə? O Nə, üzr naşatır. istəyirəm. Gör orada nə var. Mən gedirəm. Özünüz öz aranızda qərar verərsiniz. Hə, bu öyrəşdi buna. Ana, qərar... Boşa düşmədi mi? Qız yenə yatdı. Ver bura ana. Yavaş. Kesin bura üçümüzdə, tez. Bax, sizə deyirəm mən. 3'ə qədər sayacağım. Ya bu evdən sizin üçünüz ağ kəfəndə çıxasınız, ya da qızım ağ gəlinlikdə.
Bax sizə deyirəm mən. Bir. Uşaqlar, ölməzdən qabaq mən sizə bir şey demək istəyirəm. Mən deyirdim mənim pulum yoxdur, amma həmişə mənim pulum vardı, kartdaydı prosta. 2. Mən də sizə bir şey etiraf edeyim. Mən əslində sizə deyirdim, vaxtım yoxdur. Evdə yatırdım, sıfırladırdım. Mən də bir şey etiraf edeyim. Elə. TikTok'da Ayka 221 var idi, hədiyyə zad atırdınız. O mən idim. Bu da 3. Vurdu. Dayanın. Ne oldu? Bu niye işləmir sana? Zatkası kurtardı. Bu niye işləmir? Zarıqası yoxdur bunun. Ne bileyim. Ha, bunu vaxtında qoyda zərət gedə Sən sən bir dayanma. nəsə deyirdin Ayka 200. Ayka 220 vaxtı zarət kaçın. Kaçın. Dayan. Ha, bırak gel ha. Bırak gelip deyirəm sizə. Təşəkkürlərimizi bildirmək istəyirik Elor Çılçırağa bizə göstərdiyi dəstək üçün. Mezuro kişi geyimlərinə təşəkkür eləmək istəyirəm bu gördüyünüz libas üçün. Bizə göstərdiyi dəstək üçün, bizə yaratdığı şərait üçün Şuşa Musiqili Dram Teatrına təşəkkürümüzü bildiririk. Gəlin komandanı alqışlayaq. Əziz dostlar, bugünkü verilişimiz də belə sona çatdı. Çox sağ olun, minnətdarıq sizə gülüşləriniz və alqışlarınız üçün. Eyni zamanda da biz onu qeyd eləmək istəyirəm ki, hər sonda mən bir video çəkirəm. Əziz dostlar, o videoda siz zor keçir, Əziz dostlar, Sən Zarafat elə verilişinin növbəti buraxılışı qutardı. Necə idi dostlar? Gecəmiz xeyrə qalsın. Sən zarafat elə. İllər ötsə də yaşlansan da çalış ruhun cavan olsun. Həyata sıfırdan başlasan da qoyma keyfin yaman olsun. Dərdi qəmi at elə. Arada zarafat elə. Kədərini mat elə. Sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə.